Hər vaxtınız xeyir uşaqlar. Toplu 2025-dən ikinci hissədən sualların işlənməsinə davam edirik. Bugünkü mövzumuz trigonometrik funksiyaların ən böyük və ən kiçik qiymətləri mövzusudur. Birinci sualdan başlayaq. Deməli, 1. Y bərabərdir 2 üstə gələk 3 kosinus 2x funksiyasının ən kiçik qiymətini tapın. Bu kosinusun ən kiçik qiymətində, yəni mənfi 1-ə bərabər olduğu qiymətdir. 2 üstə gələk 3 vuraq mənfi 1, bu da 2 çıxaq 3 eləyir, o da mənfi 1 eləyir. Deməli, doğru cavab B variantıdır. 2 də bu tipdədir. Keçirik 3-ə. 3 belədir. Ən kiçik qiymət yenə də ən kiçik qiymətdir. Fx bərabərdir 3 sinus 3x çıxaq 1. Funksiyasının ən kiçik qiyməti sinusun mənfi 1-ə bərabər olduğu qiymətdir. 3 vuraq mənfi 1 çıxaq 1, bu da mənfi 4 eləyir. Deməli, doğru cavab D variantıdır. Yaxşı, 5-ci suala baxaq. Eyni tipdədir. Ən böyük qiymətin soruşur. Y bərabərdir 2 sinus 3x çıxaq 2-də 1. Ən böyük qiymət sinus 3x müsbət 1 ala bilər, onu da alır. 2 vuraq 1 çıxaq 2-də 1, bu isə 1 tam 2-də 1 və ya 1 tam 10-da 5 eləyir. Doğru cavab deməli C variantıdır. Keçirik 7-ciyə. Deməli 7 belədir. Y bərabərdir sinus 30 dərəcə üstündə sinus x üstə gələk kosinus x funksiyasının ən kiçik qiymətini tapın. Əvvəla sinus x 2-də 1 deməkdir. Sinus 30 dərəcə, bu da sinus x üstə gələk kosinus x deməkdir. Köməkçi bucaq üsulundan istifadə edirik. 2-də 1. Burada kök altda 2-ni çıxardıq. Bunu sinus x üstə gələk pi bölək 4 kimi yaza bilərik. Ən kiçik qiymət görürsünüz əsas 1-dən kiçikdir. Belə olanda üslü funksiya azalan funksiya olur. Üstünün ən böyük qiymətində bu ən kiçik qiymətini alacaq. Üstünün ən böyük qiyməti isə sinus 1-ə bərabər olanda kök altda 2-yə bərabərdir. Bu da 2-də 1 üstündə kök altında 2 bax belə bir cavabdır. B variantı eləyir. 9-cuya baxaq. 9 da çox maraqlıdır, onu buradan yazıram. 9-cu sual belə. Fx bərabərdir sinus kvadratı x çıxaq sinus x üstə gələk 7 tam %25 funksiyasının qiymətlər çoxluğunu tapın. Bunu vuruqlara ayırarkən belə bir qeyri-ənənəvi üsuldan istifadə edə bilərik. Deməli, bunu sinus kvadrat x çıxaq 2 vuraq 2-də 1 sinus x üstə gələk 4-də 1 kimi yazıb üstə gələk 7 bax belə yazmaq olar. Bu isə sinus x çıxaq 2-də 1 mötərizə kvadrat üstə gələk 7 demək. Deməli, burada hansı variant olur? Qiymətlər çoxluğu birincisi ən kiçik qiymətini nə zaman alır bu? 7 ala bilər, ən kiçik qiyməti, ən böyük qiyməti isə mənfi 1 olanda. Deməli, ən böyük qiyməti isə mənfi 1 olanda 9 tam %75 olmalıdır. Bir də baxaq. Daha doğrusu 9 tam %25, bəli, C variantıdır. 7, 9 tam %25. Niyə? Çünki bu tam kvadratın ayırma üsuluna görə bunun ən kiçik qiyməti 7-dir. Ən böyük qiyməti də burada mənfi 1 yazanda mənfi 1-in kvadratı 1 eləyir, üstə gələk 1 deməli 7. Deməli, doğru cavab 7, 9 tam %25-dir. Başqa sözlə C variantıdır. Deməli, keçirik 11-ci suala. Burada da yenə köməkçi bucaq üsulundan istifadə edirik. 11-ci sual belədir. Ən böyük qiymətini tapın 5. Sinus x çıxaq 5. Kök altda 3 kosinus x bərabər
Kök altı A kvadratı ile B kvadratı. Buradan 10'u çıxardır. 10'u çıxardanda təzə sətirdən yazın. Hə, bərabərdir. 10'u çıxardanda burada 2'də 1 sinus x çıxaq kök altında 3 bölü 2 kosinus x. Bunda biz qısa şəkildə 10 vuraq. Məsələn, sinus x çıxaq pi bölək 3 kimi yaza bilərik. Açılışda görəcəksiniz sel olur. Nəyini tapın deyir? Bunun ən böyük qiyməti 1 olanda cavab doğrudur, 10'dur. Yaxşı, 12'ni evdə buna oxşar yaza bilərsiniz, 13. Ən kiçik qiymətini tapın. 13'ü belə yaza bilərik. 3 kosinus kvadrat x çıxaq kosinus 2x üstə gələk 4'ün ən kiçik qiymətini. Dərəcəni aşağı salmaya keçək də 3 vuraq 1 üstə gələk kosinus 2x bölü 2'dir. Çıxaq kosinus 2x üstə gələk 4. Bu da bərabərdir. Deməli, 1/5 üstə gələk 1/5 kosinus 2x çıxaq kosinus 2x üstə gələk 4 edir. Bu da bərabərdir. 0/5 kosinus 2x üstə gələk 5/5. Deməli, nəyin tapın deyir, ən kiçik qiymətini -1 yazanda cavab 5 eləməlidir, ən kiçik qiymətini. Düşünürəm ki, burada doğru cavab 5'dir. Yaxşı, növbəti suala keçək. 13'dən sonra 15 gəlir. 15'də görək nə deyir. Deyir ki, buradan yazaq da 15'də deyir ki 2 sinus alfa kosinus alfa vuraq tangens alfa üstə gələk 1 ifadəsini ala biləcək. Əvvəlcə alfa fərqli pi bölü 2 üstə gələk pi k olduğunu yadda saxlayaq. Ala biləcək tam qiymətlərin cəmini tapın. İndi isə bunu ixtisar aparım. İxtisar aparanda belə eləmək var ki, sinus alfa vuraq kosinus alfa vuraq sinus alfa bölək kosinus alfa. Bu ikisi gedəndən sonra üstə gələk 1 də burada. 2 sinus kvadrat alfa üstə gələk 1. Bu deməli pi bölək 2 1. 1 -1 belə ala bilər, -1 ala bilməz. 0 1 1'i də almır. 0 alanda deməli bura olur 1, 3'ü də yarım interval. Çünki sinus kvadratının 1 və yaxud -1 alması üçün o pi bölək 2 üstə gələk pi k-da qiymət almalıdır. Orada isə tangens təyin olunmuyor. Ala biləcəyi tam qiymətlərin cəmi də 1 üstə gələk 2'dir. 3'ü də ala bilmir, cavab 3'dür. Deməli, doğru cavab burada 3 eləməlidir. 17'yə baxaq. Bu ifadənin ən böyük qiymətini deyir tapın. Bu da maraqlıdır. Köməkçi bucaqla həll olunmalıdır. 17 belə düşərlər. Kökdə 5 sinus 7 alfa üstə gələk 2 kosinus 7 alfa üstə gələk 5 bərabər. Bilirsiniz ki, A sinus alfa üstə gələk B kosinus alfanın ən böyük kiçik qiyməti tapılır üçün köməkçi bucaq A kvadrat üstə gələk B kvadrat gəlməli. Buradan 3'ü çıxardanda deməli bunu olmalıdır. Kök altında kökdə 5'in kvadratı üstə gələk 2'nin kvadratına çıxartmalıyıq. Və burada belə bir kvadratı yükləyəndə deməli kök altında 9 alınır. Yəni başqa sözlə 3'ü çıxartmalıyıq. 3'ü çıxardanda burada kök altında 5 bölək 3 sinus 7 alfa üstə gələk 3'də 2 kosinus 7 alfa üstə gələk 5 alınır. Bu isə hansısa bir sinus 7 alfa üstə gələk x deyək də 3 məsələn sinus 7 alfa üstə gələk fi deyək. Üstə gələk 5 şəklində göstərmək mümkündür. Nəyini tapındır?
En böyük qiyməti ilə en kiçik qiymətin hasilini. En böyük qiyməti 3 olanda 8'dir. En böyük qiymət. En kiçik qiyməti isə -3. -1 verəndə -3 edir. 2'dir. Deməli 8 vurar 2 isə 16'ya bərabərdir. Burada doğru cavab 16'dır. 19'a baxaq, en böyük qiymətini tapın. Tapaq da 19'u biraz daha sadə yolla eləmək olar. 10 kosinüs kvadratı alfa üstə gələ 2 sinüs kvadratı alfa. Bunu 8 kosinüs kvadratı alfa üstə gələ 2 vuraq. Kosinüs kvadratı alfa üstə gələ sinüs kvadratı alfa kimi yaza bilərik. Bu isə 8 kosinüs kvadratı alfa üstə gələ 2. En böyük qiymət də kosinüs 1 alanda olur. Bu da 8 üstə gələ 2. Cavab 10 elədir. Deməli, en böyük qiymət 10'dur. Keçək səhifəni təzələyək. Keçək 21'ə. Deməli, 21 belədir. Y bərabərdir 15 15 məxrəcdə isə 3 sinus x üstə gələk 4 kosinus x üstə gələk 7 funksiyasının en böyük qiymətini tapın. Burada da köməkçi bucaqdan istifadə edirik. 3'ün kvadratı ilə 4'ün kvadratı bu 5 eləyir. Deməli, bunu biz 5 sinus x üstə gələk hansısa bir fi şəklində yaza bilərik. 7 üstə gələk 7. En böyük qiymət tapmaq üçün məxrəc özünün en kiçik qiymətini almalıdır. Yəni sinus -1'ə bərabər olmalıdır. Daha doğrusu kiçik bərabər. Onda da kiçik bərabərdir. 15 bölək sinus -1 olanda -5 üstə gələk 7. Bu isə deməli 15 bölək 2 7 tam onda 5 eləməlidir. En böyük qiyməti 5. Yaxşı. Düzmü dedik? 4 5 alanda 7 tam onda 5. 23'ə baxaq. En böyük qiymətin deyir tapın. Deməli, ifadəsinin bu maraqlıdır. Baxaq da görək o nədir. Yaxşı, deməli 23'ü belə eləyirik. 2 sinus kvadratı alfa üstə gələk 10 kosinus kvadratı alfa üstə gələk 6 sinus alfa kosinus alfa. 2 qata keçəcəm hamısını. Burada bu 1 çıxaq kosinus 2 alfa demək üstə gələk 5 vuraq 1 üstə gələk kosinus 2 alfadır. Üstə gələk bu isə 3 sinus 2 alfa deməkdir. Bərabərdir. Deməli 1 çıxaq kosinus 2 alfa üstə gələk 5 üstə gələk 5 kosinus 2 alfa üstə gələk 3 sinus 2 alfa bərabərdir. Deməli, belə bir bərabərliyəm. 3 sinus 2 alfa üstə gələk, bunlar islah gedəndə 4 kosinus 2 alfa üstə gələk 6. Yenə köməkçi bucağa gəlir. Bu 5 vuraq sinus 2 alfa, bax bu ifadəni biz eləyə bilərik. Üstə gələk fi şəklində, üstə gələk 6. Nəyini tapın deyir, ən böyük qiyməti sinusun 1 olan qiymətidir. Bu da 5 vuraq 1 üstə gələk 6 cavab 11 eləyir. Deməli, bunun ən böyük qiyməti 11'dir. 23'ü də belə başa çatdırdıq. Görək sonra nə var orada. Növbəti səhifəyə keçirik. Deməli, 25. Yaxşı, 25. Bu sualdan söhbət gedir, ən kiçik qiymətini tapın. İfadənindir. Maraqlı sualdır. 25. 2 çıxaq kosinus kvadratı alfa, çıxaq kosinus 4 alfa. Bir istəyirəm, biraz texniki səhv oldu. Kosinus 4 alfa. Burada da 1 üstə gələk kotangens kvadratı alfa.
ifadəsinin ən kiçik qiymətinin kotangyensi də pk-dan fərqli olmalıdır. Alfa fərqlidir pk. Baxaq görək nədir bu. 1 çıxaq kosinus kvadrat alfa üstə gələk 1 çıxaq kosinus 4 alfa kimi yazırım. Burada 1 bölək sinus kvadrat alfa eləsin bərabərdir. Deməli 1 çıxaq kosinus kvadrat alfa üstə gələk çıxaq kosinus kvadrat alfa 1 üstə gələk kosinus kvadrat alfa. Buraq 1 bölək sinus kvadrat alfa da budur. Onda bunu 1 çıxaq kosinus kvadrat alfa buraq 1 üstə gələk 1, 2 üstə gələk kosinus kvadrat alfa buraq 1 bölək sinus kvadrat alfa. Bu da sinus kvadratı, bu ikisi gedir. Olur 2 üstə gələk kosinus üzr istəyirəm. 2 üstə gələk kosinus kvadratı alfadır. İndi bu nə deyir? Deyir ki, ən kiçik qiymətini bu alır, deməli, 0 olanda, yəni pi bölək 2 üstə gələk pk-da, 0-da da ki, bunun ən kiçik qiyməti 2-dir. Doğru cavab deməli 2-dir burada. 27-yə baxaq. 27 görək nətərdir. Yazıb ki, fx bərabərdir. Kök altında 5 sinus x üstə gələk 12 kosinus x çıxaq 4. Funksiyasının qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Yenə köməkçi bucaq uşaqlar. Görürsünüz bu ifadəni. Kök altında 13 vuraq sinus x üstə gələk hansısa bir fi çıxaq 4 şəklindədir. Deməli, burada iki variant mümkündür. Sinus mənfi 1 ola bilməyəcək, çünki bu mənfi 1 olsa mənfi qiymət alır. Uzaqda bilirsiniz ki, mənfi 13, müsbət 13 bütün qiymətləri alır. Ona görə biz ən kiçik olan 0, 4 ilə 4 olanda keçir 0 qalır. Deməli, biz 0-da bunun ən kiçik qiyməti ən böyük 13-dən də sonda 3-dür. 13 ola bilər ən böyük, 13-dən 4 sonra 9, 9-dan da 3 çıxır. Deyir ki, tam ədədlərin sayını tapın. 0-dır, 1-dir, 2-dir, 3-dür. Doğru cavab burada 4 uşaqlar. Növbəti suala keçirik. 29-da deyir ki, uyğunlaşmanı müəyyən edin uyğunluğu. Birinci sual belədir. Ən kiçik, ən böyük, elə burada yazmaq olar. Ən böyük qiyməti 4-dür. Ən böyük qiyməti 4. Bu 2-yə aiddir. 1, 2, 3. Çünki kosinus mənfi 1 alanda A variantı 4 alır. Ən kiçik qiyməti mənfi 3-dür. Bəli, bu mənfi 1 alsa B variantı deməli 1-ə aiddir. Sonra deyir ki, ən böyük qiyməti 5-dir. 5 üçüncüyə aiddir C, çünki burada 1 alsa doğru cavab 5 olur. Ən kiçik qiyməti 2-dir. Ən kiçik qiyməti 2, bu deyək ki, 1 olsa, ən kiçik qiyməti 2, D2-yə aiddir. Sonra da ən böyük qiyməti 1-dir verib. 1 olsa, bəli, birinciyə aiddir. Y-də bu ən böyük qiymət 1 olur. Yaxşı, 31-ə baxaq. Görək 31-də nədir? Ən böyük və ən kiçik qiyməti. Bunun ən böyük qiyməti 7-dir, ən kiçiyi isə 1-dir. İkincidə ən böyük qiyməti 2-dir, ən kiçiyi isə mənfi 3-dür. Ən böyük qiyməti 9-dur, ən kiçiyi isə mənfi 5-dir. İndi baxaq görək 1. Yaxşı, buradan yazaq 1, 2, 3. Ən böyüklə ən kiçiyin cəmi 8-dir, A 1-ə aiddir. Ən böyüklə ən kiçiyin cəmi 4-dür. Burada neçə demişəm? 9, bir də mənfi 5-dir bu. Ən böyüklə ən kiçiyin cəmi 4-dür, B
B3'e aittir. Ən böyüklə ən kiçiyin qiyməti -1'dir. Bu isə 2'ye aittir. C. Ən böyükdən ən kiçiyi çıxanda 14 eləyir. Bu 3'e aittir. 9'dan ən kiçiyi çıxanda D 3'e ait oldu. Sonra ən böyükdən ən kiçiyi çıxanda 10 eləyir. Belə bir şey yoxdur. Deməli A, C, B, D. 33'e baxaq. 33 belədir. Deyir ki, fx bərabərdir 4 sinus x üstə gələk 3 kosinus x vuraq tangens x. Tangens x varsa x fərqli pi bölü 2 üstə gələk pi k olmalıdır. Deyir bunun ən böyük qiymət, tam qiymətini tapın. 4 sinus x üstə gələk 3 kosinus x vuraq sinus x bölək kosinus x. Bunlar getdilər. 4 sinus x 7 sinus x'dir. Ən böyük qiyməti 1 olanda ola bilər, amma 1'i ala bilmir. Bunun qiyməti olası -7, 7 aralığıdır. Çünki tam olaraq -1'i və 1'i ala bilməz, pi bölü 2'ni ala bilmir. Ən böyük tam qiymət isə 6'dır. Doğru cavab burada deməli 6 oldu. Keçirik 35'də görək nədir? 35 də çox maraqlı sualdır. 35. Deyir ki, mənfi pi bölü 2 kiçikdir alfa kiçikdir 0 olanda bu 4'ün zürübdür. Deyir ki, tangens alfa üstə gələk kotangens alfa bölək 5 ifadəsinin ən böyük qiymətini tapın. Burada həm 4'ün zürübdə həm tangens həm kotangens mənfi olduğuna görə və tangens alfa üstə gələk kotangens alfanı biz tangens alfa üstə gələk 1 bölək tangens alfa kimi yaza bilərik. Bilirsiniz ki, m kiçik 0'dırsa m üstə gələk 1 bölək m bu kiçik bərabər -2 olmalı. Deməli, bu da kiçik bərabərdir -2'dir. Kiçik bərabər -2 olanda ən böyük ala biləcəyi qiymət sürətin ən böyük ala biləcəyi qiymət -2. Deməli, bu kiçik bərabərdir -5'də 2 eləyir. Yəni, -0.8 burada doğru cavab olmalıdır. Neçə oldu? -0.8. Çünki 4'ün zürübdə deyirik ki, bunlar ala biləcəyi ən böyük, ikisi də mənfi olur, ala biləcəyi ən böyük qiymət də -2. İfadənin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. 37'ni də sol tərəfdə yazaq görək. 37 belədir. Sinus pi üstə gələk alfa üstə gələk kosinus 3 pi bölək 2 üstə gələk alfa üstə gələk 6 sinus kubu alfa üstə gələk 1 ifadəsinin ən böyük və ən kiçik qiymətlərinin cəmi. Çevirmə düsturuna keçirik. Pi üstə gələk alfa bu mənfi sinus alfadır. Üstə gələk 3 pi bölək 2 üstə gələk alfa kosinus 4'ün zürbə düşür sinus alfadır. Üstə gələk 6 sinus kubu alfa üstə gələk 1. Bunlar islah getdilər. İfadə 6 sinus kubu alfa üstə gələk 1. Ən böyük və ən kiçik. Ən böyük qiyməti sinus 1 olanda 6 üstə gələk 1 elədi 7. Ən kiçik qiyməti isə sinus -1 olanda -6 üstə gələk 1, bu da -5 edir. Bunların cəmi -5 üstə gələk 7 isə müsbət 2'dir. Düşünürəm ki, burada doğru cavab 2'dir. Cüt sayda olanları özünüz yaza bilərsiniz uşaqlar. Hələlik bu qədər. Sağ olun. Növbəti görüşlərimizə qədər.